Salam aleykum əziz müsəlmanlar. Keçən dərsdə biz Quran oxuyarkən rastlaşdığımız vəqf işarələri barədə danışdıq. Bu gün isə 9-cu dərsimizi keçirik. Mövzumuz isə Quran qiraət edərkən qarşımıza çıxan, deməli, muqatta hərflərinin düzgün oxunuşu olacaq inşallah. Demək, muqatta hərfləri surələrin başlanğıcında gəlir. Baxın, gördüyünüz kimi nümunələrdə görürük. Və daha sonra isə bildiyimiz surələr şəklində davam edir. Misal üçün, bir nümunəyə baxaq. Ondan sonra deməli izah edərik. Məsələn, Bəqara surəsinin lap əvvəlindədir bu. Bismillahirrahmanirrahim. Ondan sonra gördüyünüz kimi muqatta hərfləri gəlir. Biz bunu necə oxuyacaq? Ümumi ilkin olaraq birinci dəfə sizə məlumat xarakterli oxuyacağam. Bismillahirrahmanirrahim. Əlif, Lam, Mim. Bəli, bu şəkildə oxunur. Deməli, bu minvalla ümumi olaraq 29 surənin əvvəlində bu hərf gəlibdir. Təbii ki, onların da özünün oxunuş qaydası var. Qısa şəkildə deyək ki, deməli, bu hərflər iki qismə bölünür. Yəni, muqatta hərfləri iki qismə bölünür. Birinci qrup 2 hərf miqdarı uzadılan hərflər, ikinci qrup isə 6 hərf miqdarı uzadılan hərflərdir. 2 hərf miqdarında uzadılan hərflər gördüyünüz kimi bax bu hərflərdir. Əlif, hə, ra, ta, hə və yə hərfləridir. 6 hərf miqdarı uzadılan hərflər isə bunlardır. Ayn, sin, sad, qaf, kəf, ləm, mim, nun. Bəli. Demək, asanlıq olması üçün bu hərflərin, yəni bu 6 hərf miqdarı uzadılan hərflərin üzərində belə bir işarə gəlir. Bu işarəni görsək, bilirik ki, artıq 6 hərf miqdarı uzadılmalıdır. Yəni, həmən hərflər. Bu işarə olmayan digər hərflər isə 2 hərf miqdarı uzadılır. Odur ki, əzbərlənməsəniz belə, inşallah sizin üçün bir çətinlik törətməyəcək bu hərfləri oxumaq. Misal üçün, gəlin bir daha bir neçə misallara baxaq. Yəni, Quranda surələrin əvvəlində necə gəlir, onlara aid bir neçə nümunəyə baxaq. Məsələn, Suratu Əli İmran. Ali İmran surəsi əvvəlində də yenə eyni şəkildə Bismillahirrahmanirrahim. Əlif, Lam, Mim. Bu şəkildə, yəni barmaq hesabı çox zaman hesablayırlar. Yəni, əgər biz yavaş oxuyuruqsa, yavaş oxumamıza uyğun olaraq 6 deməli, hərfi, yəni bir hərfi nə qədər uzadırıqsa, bir hərfin istifadə edərkən, yəni deyərkən nə qədər müddət gedirsə, 6 hərf miqdarı, deməli, hərf uzadılır. Məsələn, ləm hərfini deyəndə yavaş şəkildə bu müəyyən bir müddət götürür. 6 dəfə uzadanda, yəni 6 bir ləm hərfinin 6 dəfə təkrar olunmasıdır. Məsələn, ləm, ləm və yaxud da ki, əgər mən gec deyirəmsə, ləm, ləm. Əgər 6 dəfə deyirəmsə, ləm. Baxın, bu şəkildə 6 hərf miqdarı uzadılır. İndi isə bütöv şəkildə oxuyaq. Əlif, ləm, mim. Bu şəkildə deməli 6 hərf miqdarı uzadılır. Bəli. Digər bir misala baxaq. Məsələn, deməli Yusuf surəsinin əvvəlində də eyni şəkildə gəlir. Bismillahirrahmanirrahim. Əlif, ləm, ra. Ra hərfi 2 hərf miqdarı uzadılır, çox yox. Bayaqlar dediyimiz kimi, ra hərfi 2 hərf miqdarı uzadılan hərflərdəndir. Bəli, növbəti bir misalımıza baxaq. Deməli, Tahə surəsidir. Burada isə həm ta, həm də hə hərfləri 2 hərf miqdarıdır. Hardan bilirik bunu? Təbii ki, onun üzərində az əvvəl göstərdiyimiz uzatma işarəsi yoxdur. Ona görə də 2 hərf miqdarı uzadılır və oxunur belə. Bismillahirrahmanirrahim.
Ta, hə. Bəli, bununla da muqatta hərflərini və onların oxunma qaydasını qısa şəkildə də olsa öyrənmiş olduq. Əlhəmdülillah. Növbəti dərsimizdə inşallah bəzi hərflərin müxtəlif şəkildə birləşmələrinə baxacağıq. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Ola bilsin ki, sizi maraqlandıran hansısa bir mövzu tələbələr üçün də faydalı olsun. Ehtiyac olarsa hətta ayrıca bir video şəklində də deməli sizinlə bölüşə bilərəm. Bundan əlavə kanallarımıza, xüsusən də Telegram kanalımıza, həmçinin də yeni açılmış WhatsApp kanalımıza abunə olmağı unutmayın. Videonu bəyənməyi, şərh etməyi və digərləri ilə paylaşmağı təxirə salmayın. Çünki bunlar hamısı videonun daha çox insan kütləsinə çatmasına birbaşa səbəbdir və xeyir işə səbəb olan o işi görmüş kimidir. Allaha əmanət olun. Əssəlamu aleykum.